Son vaxtlar sosial şəbəkələrdə üzərik bitkisi ilə bağlı müxtəlif məlumatlar yayılıb. Bununla əlaqədar Səhiyyə Nazirliyi də bu bitkinin istifadəsi, xarici ölkələrə aparılması və buna görə hüquqi məsuliyyətə cəlb olunma təhlükəsi ilə bağlı maarifləndirici açıqlama ilə çıxış etdi. Vətəndaşların sağlamlığının qorunması və maarifləndirilməsi məqsədi ilə üzərik bitkisinin tərkibi, onun insan orqanizminə təsiri və bu sahədə mövcud olan risklər barədə də xəbərdarlıq olundu. Bəs Azərbaycanda vətəndaşların bu bitki ilə bağlı fikirləri necədir? Kimsə tərifləyəndə, ya nəzərləyəndə başına çörüb atıram. Qazın üstünə atırıq da yəni. Bir şadlığa zada gedəndə, ondan sonra bir toya gedəndə nəfs var. Deyir Allahın nəfsdən xəbəri yoxdur, gözdən xəbəri yoxdur. Amma mən yandırıram. O vaxtdan biz görürdük bizim belə deyək də qohumlarda falan var idi, o maşından asırdılar ki, o maşında olanda çıxdığımız yol, yəni belə deyək də xətəsiz balasız olasıdır. Tüstüsünün müəyyən bir orqanizm üçün şey ola bilər yəni. Faydaları ola bilər, başqa bir şey yox. Siz özünüz yoxlayıbsınız? Yox, amma müəyyən mətbuatda oxumuşam. Üzərlik qədim dövrlərdən bəri şərq xalqları arasında tanınan bitkilərdən biridir. Azərbaycanda isə bu bitki daha çox inanclar və mərasimlərlə əlaqələndirilir. İnsanlar üzərliyi yandırarkən onun tüstüsündən ətraf mühiti təmizlədiyinə və mənfi təsirləri uzaqlaşdırdığına inanırlar. Folklorşünaslar bu ənənənin ta qədimdən gəldiyini deyirlər. Azərbaycanın müxtəlif bölgələrindən toplanmış folklor mətnlərində xeyli sayda üzərlik salma mərasimi nümunələrinə rast gəlirik. Demək olar ki, ölkənin bütün regionlarında üzərlik salma xüsusi bir mərasim kimi təşkil olunur və insanlar düşünürlər ki, sırf üzərliyin yandırılması, onun tüstü sayəsində həm mənfi enerjilərdən, həm də gözdəymədən artıq xilas olurlar. Amma əksinə bu belə deyil. İnsan hər hansı bir səsli küylü məclisə düşəndə, ətrafında xoşu gəlməyən insanlar olduqda əsəbdən, stressdən onun beyinə qan aparan damarları daralır və qan dövranı zəifləyir. Üzərlik yandırılandan sonra isə onun tüstüsü sayəsində damarlar genişlənir, qan dövranı sürətlənir. Ona görə də insanın əhval-ruhiyyəsi yaxşılaşır. Həkimlər isə deyir ki, üzərlik təkcə ənənəvi ritual elementi deyil, eyni zamanda tərkibində müəyyən təsir edici komponentlər olan bitkidir. Ənənəvi olaraq həmişə Azərbaycanda bu bizim subkultural bir ənənə kimi istifadə olunur. Yəni qorxunu almaq müxtəlif məqsədlərdir. Yəni bunun həmin ki, hansı ki yanır, bunun tüstüsü hava şəklində, bu doza o qədər az ki, o heç bir effekt, heç bir şey hiss olmur, heç bir zərər olmur. Təbii ki, o insan daxilə qəbul olsa, çəkmə şəklində olsa, onun tərkibində müəyyən psixoaktiv maddələr var. Yəni harmindir, harmalondur. Yəni bunların təsiri insan psixikasına təsir eləyir. Qeyd eləyək ki, tərkibindəki psixotrik maddələrə görə üzərlik bitkisi və onun ekstratları bir çox ölkələrdə nəzarətə alınan maddələr siyahısına daxil edilib. Rusiyada üzərlik bitkisi rəsmən narkotik vasitələr olan bitkilər siyahısına salınıb. Bu o deməkdir ki, şimal qonşumuzun ərazisində həmin bitkinin idxalı, daşınması, saxlanılması və satışı qanunsuz hesab olunur və cinayət məsuliyyətinə səbəb olur. Xarici ölkələrə səyahət eləyərkən üzərlik bitkisini, onun toxumlarını, hissəciklərini və ya törəmələrini daşımaqla böyük problemlə üzləşmək ehtimalı yaranacaq. Bəzi ölkələrdə bu bitkinin hətta kiçik miqdarda aşkarlanması belə ağır hüquqi nəticələrə səbəb ola biləcəyi nəzərdən qaçırmaq olmaz.